Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebina Muhammedin ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, biz yine Risale'ni okumaya devam edirik. Risale'de mevzu nefsi temizlemek. Nefsi temizlemek hakkında 10 tane qayda. Kim deyə bilər? Bundan əvvəl hansı qaydanı keçmişdik? Müəllif, hafizahullah, Allah onu qorusun. Hansı qaydanı dedi? Ət-təskiyə, təxliyyətun və təhliyə. Təskiyə, yəni təmizlənmək. 5-ci qaydada demişdi ki, təskiyə, yəni təmizlənmək nə deməkdir? Təxliyə, insan özündə olan pislikləri, ədəbində, əxlaqında, nəfsində olan xoşa gəlməz şeyləri özündən kənarlaşdırır ilk öncə, sonra neynir? Onun əksi olan gözəl əxlaqları, salih əməlləri özünə cəlb edir. Bununla təmizlənə bilər. İndi isə müəllif hafizahullah buyurur ki, Əl-Qaidətus Sədisə, 6-cı qayda. 6-cı qaydada buyurur ki, İğraqul mənəfid əlləti tuxrucu bil insan anil təskiyə və tubiduhu anil fadilə və tuqihu firrazilə. Buyurur ki, 6-cı qaydada bütün qapıları, pəncərələri bağlamaq. Hansılar ki, o qapılar, o pəncərələr, o yollar ki, insanı çıxardır nəydən? Təmizlikdən. İnsanı çıxardır təmizlikdən. İnsanı uzaqlaşdırır fəzilətli vəsfdən, fəzilətli əməllərdən. Hara aparır? Və tuqihu firrazilə. İnsanı aparır, salır rəzalətə, çirkin olan əməllərə, çirkin vəsfə. Sonra buyurur ki, fəyəhtəcül əbdu həcətən məəssətən ilə iğlaqil mənəfid əlləti tudənnisu nəfsəhu və ya nəfsəhu və tudəssihə. Buyurur ki, qulun çox ciddi şəkildə ehtiyacı var ki, onun nəfsini ləkələndirən, çirkləndirən qapıları, pəncərələri, yolları bağlasın. Onları bağlasın ki, nəfsi çirklənməsin, nəfsi kirlənməsin. Sonra buyurur ki, وَقَدْ ضُرِبَ لَنَا فِي السُنَّةِ الْمَثَلِ. Sünnədə bizə bir misal çəkilib. Allah subhanahu wa ta'ala bizə bir misal çəkib, öyrədib. Biz necə özümüzü aparmalıyıq, doğru yolda necə olmalıyıq. Buyurur ki, يُبَيِّنُ خُطُورَةَ وُلُوجِ الْعَبْدِ فِي مَا يُضَيِّعُهُ وَيَ فِي مَا يُضَيِّعُ عَلَيْهِ دِينَهُ. Sünnə bizə bəyan eləyib. Nəyi? Qulun o şeylərə düşməsinin təhlükəsini ki, hansı ki o şeylərə düşsə, qulun dinini zay eləyəcək. Qul dinini itirə bilər, dindən çıxa bilər, dini zəifləyə bilər, imanı ondan alına bilər. Buyurur ki, fəfil hədisdə buyurur ki, aleyhissalatu vesselam, daraballahu məsələn sıratan mustaqimə və alə cənbətəyi as-sırat suran fīmə əvvəbə müfətih. Diqqətlə dinləyin, qardaşlar, buyurur ki, Allah Teala bizə doğru yolu misal çəkir. Yəni, düz yoldur. Bir dənə düz yolu Allah Teala doğru yolu misal çəkir. Elə bir yoldur ki, qardaşlar, o düz yolun sağında da, solunda da 2 dənə divar var. Bir yol təsəvvür edin, düz yoldur, sağında, solunda divar var. 2 dənə divar var. Sonra buyurur ki, və o divarlarda, sağda, solda olan divarlarda açıq qapılar var. Və aləl əbvəb suturun murxat. Açıq qapıların da üzərində asılmış pərdələr. Asılmış pərdələr var. Və alə bəbi sırat dəin yəqul yə əyyuhənnəs udxulu as-sırat cəmiən. O doğru yolun əvvəlində, başlanğıcında bir çağırışçı oturub. Bir carçı var. Bütün insanları çağırır ki, ey insanlar, hamımız bu doğru yola tabi olun. Gəlin, hamımız bu doğru yolda olun. Və lə tətəarracu. Bu doğru yoldan sağa sola meyl eləməyin. Bu doğru yoldan çıxmayın. Sonra buyurur ki, وَدَائِنْ يَدْعُ مِنْ فَوْقِ الصِّرَاطِ.
فإذا أراد أن يفتح فإذا أراد يفتح شيئا من تلك الأبواب قال ويحك لا تفتحه فإنك إن تفتحه تلجه. Buyurur ki, yolun üzərində bir başqa çağırışçı var. Yolun üzərində bir başqa carçı var, çağıran var. Sağda solda olan qapıları kim açmaq istəsə, hansı ki o yolun sağında solda divarlar var, divarlarda açıq qapılar, deyir ki, yolun üzərində olan carçı çağırır ki, o qapını açmaq istəyəni, o qapını açma. Açma o qapını. Niyə? Çünki açsan deyir, daxil olacaqsan ora. Kim deyə bilər, qardaşlar? Nədən gedir burada söhbət? Danışmışdır. Baxın, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəs-sırat dedi ki, Allah bizə yolu misal çəkir. İndi deyir ki, yaxşı yol nədir? İzah verir Muhammed aleyhissalatu vəssələm, özü izah edir. Deyir ki, əs-sırat, o yol, doğru yol, əl-İslam, Allahın dinidir. İslam dini. Və-sura, o doğru yolun sağında, solunda olan iki divar, hududullahi Teala, Allahın hədləridir. Allahın hədləridir. Vəl-əvvəb əl-müfəttəhə, açıq qapılar, məharimullahi Teala, Allahın haram etdikləridir. Gör, necə izah edin, subhanallah. Bizə necə Allah və Rasulü dini başa düşmək üçün, ona əməl etmək üçün, dində sabit qalmaq üçün, haramlardan çəkinmək üçün, halallardan möhkəm yapışmaq üçün hansı yollardan istifadə eləməlidir ki, biz onu başa düşək? Ən gözəl izahlarla bizə başa salın. Bizdən olur ki, başa düşək və əməl eləyək. Buyurur ki, vəl-əbvəvəl müfəttəhə məharimullahi Teala. O açıq qapılar Allahın haramlarıdır. Və tilkə da'i alə rəs-i sırat. Əvvəldə nə dedi hədisdə? Yolun başlanğıcında o sırat, o doğru yolun başlanğıcında nə var idi? Kim var idi? Çağıran. O nə deyirdi? Bir də hamımız bu yolda olun, bu yoldan sağa sola meyl eləməyin. Sağ sol nə idi? Qapılar və qapılar da Allahın haramlarıdır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o əvvəldə olan çağıran Kitabullahi Teala, Allahın kitabıdır. Quran-ı Kerim. وَالدَّاءِ مِنْ فَوْقِ الصِّرَاطِ وَاِذُ اللّٰهِ فِي قَلْبِ كُلِّ مُؤْمِنٍ. İkinci carsı hansı ki, yolun əvvəlində yox, üzərində dayanmışdı. Qapını açmaq istəyən, o Allahın haramları olan qapıları açmaq istəyənə deyirdi ki, açma. Açsan, o haram olanları daxil olacaq sonra. Vallahi qardaşlar, insan bir harama qol qoydusa, ondan sonra haram dalıyıca gəlir. Xilas ola bilmirsən. Günah dalıyıca gəlir. Ona görə sələflər deyirdilər ki, kiçik günahlar hara aparır? Böyük günahlara. Misal çəkiblər nəyi? Böyük dağları. Bilmə ki, böyük dağlar və mu'zəmin nar min müstəsğəri şərari. Necə şair deyir? Deyir ki, böyük odlar kiçik qığılcımlardan yaranır. Böyük dağlar xırda daşlardan, qumlardan və s. Belədir. Bir harama qol qoydun, razılaşdın, ondan sonra haram dalıyacaq. Vallahi, insan xilas ola bilmir. Siz fikir verin, ribaya bulaşmış insanları. Hamı görürdü onu, qardaşlar. Məsələn, bu yaxında bir nəfərlə danışırdı, bir məsələdə cəm olmuşdu, bir nəfərlə danışırdı. İşin görə öz dərdini danışdı. Deyir ki, xilas ola bilmirəm, bir çətinliyim var, bir sıxıntım var, ondan xilas ola bilmirəm. Təxmini başa düşdüm, nə deyir? Deyirəm ki, nədir dərdin? Deyir ki, vallahi, faizə girmişəm ribaya. Ona girəndən sonra evimin xeyir, bərəkəti gedib, deyir. Evimdə xeyir yoxdur, bərəkət yoxdur. Nə aldığımı bilirəm, nə verdiyimi bilirəm. Nə qazancımı bilirəm, nə də xərclədiyimi bilirəm. Çıxa da bilmirəm ondan. İnsan gərək qol qoymasın, vallahi. Bir harama getdim, sonra dalıyıca gəlir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ikinci çağırışçı hansı ki, qapını açmaq istəyən çağırırdı, o
Vaizullah fi qalbi kulli mu'min. Allahın hər bir möminin qəlbində qoyduğu bir moizəsidir. Allah Teala elə eləyib ki, qardaşlar, möminin qəlbinə Allah Teala ona yaxşılığı əmr eləyən bir his qoyub. Hər bir möminin qəlbində Allah Teala elə bir moizəsi qoyub ki, o ona yaxşılığı əmr eləyir daim. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem başqa hədisdə misal çəkir ki, hər bir insana şeytanın lənməsi var, müdaxiləsi, bir də mələyin lənməsi var, müdaxiləsi. O nə deməkdir? Şeytan lənmə, müdaxilə edir insana, haqqı qəbul etməməyi və haqqı yalan saymağı. Ondan sonra bütün münkərləri İnnəmə yə'murukum bis-su'i vəl-fəhşə və ən təqulu aləllahi mə lə tə'ləm. Şeytan nədir? Əmr edirsə nəyi? Fahiş işləri, çirkin işləri, oğurluğu, qumarı, zinanı və s. Sonra əmr edir ki, Allahın adını bilmədiklərinizi yalanlaşasın. Nə gəldi? Bu şeytanın müdaxiləsidir. Haqqı yalan saymağı, haqqı rədd eləməyi. İkinci kimin idi? Mələyin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ikinci lənmə, müdaxilə mələkdəndir. O da neyinir? O haqqı qəbul eləməyə səni səsləyir. Haqqı yalan saymamağa səni səsləyir. Salih əməlləri etməyə səni səsləyir. Salih əməllərə yönəldir səni. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bunu görsə öz qəlbində, bilsin ki, bu Allahdandır ona. Allah onu müvəffəq edir. Həmçinin burada deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, Allah Teala hər bir möminin içində, qəlbində ona yaxşılığı əmr eləyən bir moizəsi qoyub. Fikir versiniz özünüzdə, qardaşlar. Hər bir insan, o özündə, möminlərdən gedir təbii ki, söhbət. Özündə haram bir iş görmək istəyəndə yadına düşür. Nə düşür yada? Eləməmək, Allahın görməsi. Sənin içindən bir dənə səs gəlir ki, eləmə. Haramdır, günahdır, Allaha asilikdir. Və bu odur. Moizəsi qoyub Allah Teala. Hətta bir sahabə gəlir Muhammed sallallahu aleyhi ve sellem yanına. Nə deyir? Sual vermək istəyəndə Peyğəmbər sallallahu aleyhi ve sellem onu qabaqlayır. Deyir ki, Cəhtətəs əl-ənil bir, niyə gəlmirsən? Gəlmirsən ki, soruşasan, yaxşılıq, təqva nədir onun haqqında? Deyir ki, bəli, ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İstəfti qalbəki, qəlbivə qaytar. Özünə sual verir. Yaxşılıq odur ki, təqva odur ki, salih əməl odur ki, sən onu eləyəndə İtma'anna ileyhil qalb, nəfsin, qəlbin onu eləyəndə rahatlıq tapır. Subhanallah, fikir verin. Sən yaxşılıq elində narahat olmursan. İçində bir sıxıntı, içində bir narahatsızlıq, bir qəm, kədər olmur. Sonra deyir ki, pis odur ki, günah odur ki, asilik odur ki, onu eləyəndə içində bir tərəddüd var, narahatsızlıq var. Sonra burada qardaşlar buyurur ki, deməli, bu hədis bizə nəyə göstərdi? Nəfsi təmizləmək üçün, nəfsi təmizləmək üçün, islah olmaq üçün, nəfsivi qorumaq üçün haramlardan çəkinməlisən. Haram qapısı, bəzi adamlar var, fərqi yoxdur, namaz qılan və ya namaz qılmayan. Məsələn, görürsən, hansısa qadındır, əcnəbi qadındır, ona məsələn, hansısa marketdə tutaq ki. Gedib nəsə alır, satıcı işləyən qızdan nəsə alır, alıb get də, aldın ki, gedmir, dayanır, danışır, söhbət edirlər. Bir deyirsən ki, 10 dəqiqə danışır, 5 dəqiqə danışır. Siz hansı məktubda oxumusunuz, sən mənə tanış gəlirsən və s. Özü üçün harama qapı açır. Harama qapı açır özü üçün. Hansı ki, Allah Teala nə deyir? Gözünüzü aşağı tutun. İndi gətirəcək burada. Qul lil mu'minin. Allah da ki, müminlərə də ki, yağuddu min absarihim. Gözlərini aşağı salsınlar. Gözlərini aşağı diksinlər. Və yəhfazu furucəhum. Cinsiyyət üzvlərini qorusunlar. Bu qorumaq deyil. Bu əksinə özünü təhlükəyə atırsan. Aldın get də, qardaş. Özünü atmışsan təhlükəyə. Baxırsan,
hiss eləyirsən, yaxınlaşmısan, bir addımlığındasan. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə nə deyir? Bir qadınla bir kişi təklikdə qalsa, üçüncüsü kimdir? Şeytan. Salih əməl öyrədirsən, ona namaz öyrədirsən, heç o da olmaz. İcazəli deyil ki, sən hansısa bir naməhrəm qadını təkbətə qalıb dəvət edirsən. O qədər sənin kimi mən dəvət edirəm deyib, sonra axırı pis qıtarım. Burada buyurur ki, Hafiz İbn Rəcəb Əl-Həmbəli rahiməhullahın sözünü gətirir şeyx. Buyurur ki, وَمَنْ كَانَ فِي الدُّنْيَا قَدْ خَرَجَ عَنَ الْإِسْتِقَامَ عَلَى الصِّرَاطِ فَفَتَحَ أَبْوَابَ الْمَحَارِمِ التي في سطور الصراط يمنة ويسرى ودخل إليها سواء كانت المحارم من الشبهات أو من الشهوات أو من الشبهات أخذته الكلاليب التي على ذلك الصراط يمنة ويسرى بما فتح في الدنيا من أبواب المحارم ودخل إليها. Burada qardaşlar demək istəyir ki, kim bu dünyada Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisdə misal çəkdiyi o doğru yolun üzərində olan, sağda solda olan divardakı qapılar ki var, onlar nə idi? Allahın haramları. Yəni misal odur ki, qardaşlar, bugün Allah Teala bizə doğru yolu göstərib. Sən haqqı bilirsən, tövhidi bilirsən, sünnə bilirsən, haramlardan xəbərin var. Doğru yolun üzərində olduğun halda haramlara meyl eləyib, haramlarla özünü bulaşdırsan, öz nəfsini çirkləndirsən, öz nəfsini rəzalətə salsan, cəzasını qeyd edir burada. Hafiz İbn Rəcəb Əl-Həmbəli cəzası nədir? Doğru yoldan çıxırsan, haramlara bulaşanda, ahirətdəki cəzası nədir? Sıratdan keçəndə Peyğəmbər sallallahu aleyhi ve sellem nə demişdir? Sıratın üzərində nələr var? Kırçoklar. Bu dünyadakı doğru yolun üzərində nə qədər axsasan, nə qədər haramlara meyl eləsən, o sıratın üzərində ilişəcəksən. Şeyx onu başa salmaq istəyir. Deyir, bax, sənin dediyi, sağda soldakı o qapılar var, açma. Açdın, gedirsən. Biri oğurluqdur, biri zinadır, biri zülümdür, biri ribadır, biri adam öldürməkdir, biri şəhvani məsələlərdir, biri dini şübhələrdir və s. nələr. Açdın, gedirsən. Burada geçsən sağa sola deyir, oradakı sıratda da onun sağında solunda olan kırsoklar sən tutacaq. Sonra burada buyurur ki, qardaşlar, Allah Teala Quran-ı Kərimdə buyurur ki, قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ذَلِكَ أَزْكَى لَهُمْ إِنَّ اللّٰهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ. Baxın, deyir ki, mömin kişilərə de ki, mömin kişilər, onlara de ki, gözlərini aşağı diksinlər. وَيَحْفَظُوا فُرُوجَهُمْ cinsiyyət üzvlərini qorusunlar. ذَلِكَ أَزْكَى لَهُمْ bu onlar üçün daha təmiz olanıdır. Bu aya niyə gətirir? İnsan bu yoldan çəkinəndə nəfsini təmizləmiş olur, nəfsini qoruyur. Allah Teala nə adlandırıb zinanı, qardaşlar? وَلَا تَقْرَبُوا الزِّنَا إِنَّهُ كَانَ فَاحِشَةً وَسَاءَ سَبِيلًا. Zinaya yaxınlaşmayın. Niyə? إِنَّهُ كَانَ فَاحِشَةً fahişliydi, fuhuşdu, eğləncliydi, mırdarçılıqdı, çirkinliydi. O gedib, yərhaməkallah, Allah sənə rəhm etsin. O gedib, bu işi görənlər, qardaşlar, çox vaxt özləridir ki, bir neçə növdür xəstəliyi tapmışam. O əməlin nəticəsindən. Hələ da nələr var orada, vallahi, onlardan heç danışmaq istəmir adam. O qədər mırdarçılıqdır o əməl. Evlən də, qardaş, ged evlən. Halal yolla, şəriətin yolu ilə, şəriətin sənin buyurduğu kimi, hətta genişləndirib sənin üçün qapıları şəriət. Şahələndirib. Bacarırsan, ged evlən, əlhamdülillah. Haram yox. Murdarçılıq da deyir Allah Teala. Burada deyir ki, bu sizin üçün daha təmiz. İnnallah xabirun bimə yasnaun. Allah elədiklərimizdən, törətdiklərimizdən xəbərdardır. Bundan sonraki ayədə Allah Teala, qardaşlar, qadınlara deyir. Burada kimlərə dedi?
kişilərə. Bundan sonraki ayda Allah Teala qadınlara deyir ki, وَقُلْ لِلْمُؤْمِنَاتِ Müminət, mömin qadınlara da ki, يَغْضُضْنَ مِنْ أَبْصَارِهِمْ Gözlərini aşağı diksinlər, harama baxmasınlar. وَيَحْفَظْنَ فُرُوجَهُمْ Əl-əyə Öz iffətlərini, ismətlərini qorusunlar. Baxın, şeyh burada buyurur ki, Qalə Əbu'l-Həyyan Əl-Əndəlusi aleyhi rahmetullah, onun sözünü gətirir. Deyir ki, Quddimə qaddul basar alə hifzil farc ayədə Allah Teala ilk öncə nəyi qeyd elədi? Cinsiyyət üzrə qorumağı yoxsa gözü? Gözü qorumağı dedi. Deyir, niyə belə eləyib Allah Teala? Niyə birinci gözü deyib, sonra əhsən buyurur ki, li'ənnən nazar, çünki baxmaq bəridü zinə, zinanın çağrışçısıdır. Varaidul fucur, pisliklərin, fucurların başıdır, baxmaq. Sonra deyir ki, vəl-bəlvə fihi əşəd və əksar. Deyir ki, yəni, baxmaq zinanın çağrışçısıdır, bütün çirkinliklərin əsasıdır, başıdır. Amma ona düşəndən sonra o murdar əmələ, onda olan çirkinliklər, murdarlıqlar əşəd daha şiddətlidir, daha çoxdur. Vallahi, adam istəmir xırdalasın incəlikləri, çox murdarçılıqdır. Ondan sonra evə gelsən, təsəvvür elə, gör necə murdarçılıq. Başa düşmək lazımdır ki, Allah subhanahu wa ta'ala səni də halalı da qoruyub. İkimizi də təmiz edib, bu şeyi qadağa eləməklə. Fikir verin, kişiləri də qeyd edir, qadınları da qeyd edir Allah Teala. Sonra burada buyurur ki, Şeyx Sədi rahimehullah buyurur ki, فَإِنَّ مَنْ حَفِظَ فَرْجَهُ وَبَصَرَهُ Kim gözünü və övrət yerini qorusa, tahura minəl xabəs əlləzi yetədənnəsu bihi əhlül fəvahiş və zəkət ə'məluhu. Kim gözünü və övrət yerini qorusa, bu murdar əməldən, o fahiş işə bulaşmış insanların çirkinliyindən özünü qorumuş olar və əməllərini təmizləmiş olar. Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisini kim deyə bilər, qardaşlar? İki şey mənə zəmanət verən hədisi. Nə deyir orada? Şey versiniz? Bir, gözünü, bir dilini, bir də cinsiyyət üzünü. Deyir, iki dodağın arasında olanı, iki ayağının arasında olan cinsiyyət üzünü. Kim mənə zamin dursa, onları qorusa, mən ona cənnətə zamin durum. Peyğəmbər sallallahu aleyhi ve sellem elə-belə yüngül məsələlər üçün durmuyor zamin. Baxsaz, mübahisəni haqlı olaraq tərk eləmək. Görsünüz, onu da misal ki, bir zamin durulan cənnətin kənarında ev. Hamısı ağır məsələlərdir. Nə tələb edir? Ciddiliyi göstərmək, çalışqanlıq göstərmək, əzim göstərmək, halalla kifayətlənir, haramlardan çəkinmək. Baxmayaraq ki, eyni zamanda səni o əmələ sürükləyən bir nə var səndə daim? Nədir o? Nəfsdir. Sən o yana, o da o yana. Müəllif buyurur ki, aleyhi rahmetullah Şeyx Sədi, kim dilini və gözünü qoruyarsa, o fahiş işə bulaşmış insanların çirkinliyindən özünü qorumuş olar və əməlləri təmizlənər. Bir səbəbi tərkil muharram, haramı tərk elədiyinə görə. Hansı ki, onun nəfsini alçaldardı onu eləsəydi. Sonra buyurur ki, fəmən tarakə şeyən lillah, kim bir şeyi Allaha görə tərk etsə, avvadahullahu xayran minhu. Allah ondan da daha xeyirlisini ona nəsib edir. Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu hədislərdə qeyd edib, qardaşlar. Peyğəmbər aleyhissalatü və sələm buyurur ki, kim bir şey Allah üçün tərk eləsə, Allah rızası üçün tərk etsə, Allah ondan daha xeyirlisi ilə onu əvəz eləyər onun üçün. Harama gelməsən halalını Allah Teala verəcək. Sonra burada buyurur ki, şeyh, وَلِذَا كَانَ مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِهِ Ona görə də kişinin dininin gözəlliyindəndir, özünə aid olmayan şeylərə qarışmasın. Bu da Peyğəmbər sallallahu aleyhi ve sellemin hədisindən götürür bunu. Hədisdə Muhammed aleyhissalatu vesselam buyurur ki, min husni İslamil mer'i terkuhu mele yani.
kişinin dininin, yəni insanın, burada həm kişi həm də qadın, kişi də daxildir. İnsanın dininin gözəlliyindəndir ki, özünə aid olmayan şeylərə qarışmasın. Sonra buyurur ki, əsas burada qəsd olunan nədir? Min fudulil kələm. Boş-boş danışmaq, xeyir olmayan söhbətləri eləmək, və nəzar, baxmaq, gözü itlaqul basar. Adam var, Allah hamımızı qorusun qardaşlar. Yəni gözünə körlük vermir də. Ya belə desək, adam var gözünə körlük vermir. Buraxır gözü, hara istəyir baxır, kimə istəyir baxır. Necə gəldi? Gözünü qorumur, gözünü sıxmır, imtahan eləmir. Çünki onu eləməklə nəfsini təmizləyir. Bu günlərdə qardaşlar, vallahi belə dəvətçilər var. Təsəvvür edin, biri qadındır və zahiri görkəmindən, yəni vəbşə danışma, biabırçılıqdır. Nə oturuşu, nə danışığı, heç nə də yəni. Deyir ki, qadınlar çöldə çılpaq gəzməlidir, əzaları görünməlidir və kişilər də onlara baxmalıdır. Fikir verin. Çünki insan belə bir məxluqdur ki, kişi elə bir məxluqdur ki, baxmalıdır, o nəfsini ondan doydurmalıdır. Qadınlardır, hamısı çöldə belə olmalıdır. Özü də elədir. Və sonra deyir ki, qadınlar da belə kişilərə baxmalıdır, yad kişilərə baxmalıdır. O da ondan öz ləzzətini almalıdır. Kişi qadından, qadın kişidən bayırda bir-birindən ləzzət almalıdırlar ki, nəfsi əziyyət çəkməsin. Fikir verin, belə şeytanı dəvətçilər var. Şeytanı, ona görə Allah nədir? Allah deyir ki, Vallahu yuridu ən yətubə aleykum və yuridu ləzini yəttəbi'unə şəhəvat ən təmilu meylən azim. Allah sizin islah olmağınızı, tövbə etməyinizi istəyir, tövbələri qəbul etmək istəyir sizdən, şəhvətlərini, bax, belə adam şəhvətinin köləsidir, şəhvətinin quludur, şəhvətinə xidmət eləyəndir. Şey verin, özü elədir, insanları da buna dəvət edir. Hamı deyir, asılsın, tökülsün bayırda, kim kimə istəyir, baxsın, öz nəfsini rahatlaşdırsın. Cəmaatın, qadınların da buna dəvət edir. Sonra bəziləri də bizə çıxıb deyir ki, siz çox sərtləşdirirsiniz. Yaxşı, belə adamlara cavab verməyək, yəni. Belə adamlara bir söz deyən olmasın. İslam dinini öyrənib, əməl edib insanlara deməyək, yəni. Belə adamlara etiraz eləmirlər, bizim kimi adamlara etiraz edirlər. Sonunda İslamı ümumiyyətlə qəbul eləmirsən ki. Siz müsəlman deyilsiniz, yəni siz hansı din özünüzü mənsub edirsiniz. İslamdan danışmayaq, belə adamlara rəvac verirlər danışmağa. Bizim kimi adamların danışığına deyirlər ki, siz insanlara çox sıxırsınız. Din istəmirsənsə belə deyə bilərsən. Dini istəmirsənsə ancaq belə deyə bilərsən ki, insanlara çox sıxırsınız. Sonra burada müəllif buyurur ki, İbn-i Qeyyimin sözünü gətirir. İbn-i Qeyyim deyir ki, və əksərül məasi, günahların çoxsu və ən çoxsu innəmə təvəllüduhə min fudulil kələm və nəzar. Görün nə deyir ki, İbn-i Qeyyim, günahların çoxsu iki şeydən törüyür əsas. Nə olar qardaşlar o iki şey? Buyurur ki, çox danışmaq, mənasız söhbətlər, danışığı çoxaltmaq və nəzar və baxmaq. Hətta siz baxsaq salih sələflərə, hətta mən məsləhət görürüm qardaşlar, baxsaq Şeyx Səid İsrafilovun bir dənə dərsi var, köhnə dərslərdəndir. Baxmaq, sadəcə baxmaq, tək naməhrəmə yox. Umumən belə yolda gedəndə baxmaq. O dərsi bir dənə dinləyin, görəcəksiniz salih sələflər gözü boş buraxmaq barəsində nələr deyirlər. Nə üçün qadına? Başqa şeylərə də, hansı ki mubahdılar, onlara baxmaq icazəlidir. O şeylər barədə salih sələflər nələr deyirlər. Şeyx burada buyurur ki, günahların çoxsu, asillərin çoxsu iki şeydən törənir. Çox danışmaq, mənasız sözlərdən, həmçinin baxmaq. Və humə əvsə mədəxili şeytan. Çox danışmaq və çox baxmaq şeytanın insana ən çox müdaxilə elədiyi yerdir. Buyurur ki, çünki deyir, bu iki şey elədir ki, iki əza, göz və dil yorulmur.
Dil qoy ilə danışsın sənin üçün nə qədər istəyirsən. Göz, bırax nə qədər istəyirsən baxsın. Yorulmur deyir ikisi də. Sonra burada buyurur ki, müəllif, qula vacibdir ki, Allaha daim dua eləsin. Dua eləsin ki, Allah Teala onu səbirli etsin, nicat tapmağa müvəffəq etsin, onun nəfsini alçaldan, dinini əlindən alan bütün məsələlərdən onu qorusun. Fikir verin, sonra deyir ki, فَدِينُ الْعَبْدُ رَأْسُ مَالِهِ Qulun dini, onun müsəlman olması malının başıdır. Ən böyük sərmayədir insan üçün. Dünyada, qardaşlar, bundan böyük şey yoxdur. Bundan böyük nimət heç kimə verildi. فَدِينُ الْعَبْدُ رَأْسُ مَالِهِ Qulun müsəlman olması ən böyük sərvətidir. Nə qədər çox malın, mülkün olsa da, hörmətli əsil nəsəbdən olsan da, özün kim olursansa onların hamısından daha xeyirli sənin verilən İslam dinidir. Çünki bunu aparacaqsan Allah qatına. Sonra buyurur ki, qul dinini itirsə, dinini zay etsə, nə olacaq qardaşlar? Kim deyə bilər? Dini əlindən çıxsa nə olacaq bir qulun? Ahirəti, tək ahirət, ikisi nə? Deyir ki, qulun dini əlindən çıxsa iki diyarı da itirir. İki diyarın ikisini də itirir. Lə siyyəmə buyurur ki, fi zəməninəlləzi vaqəət fihi əlfitən alən-nəs kəvaqil matar. Gör nə deyir? Deyir ki, xüsusən bizim zamanımızda hansı ki fitnələr insanların üzərinə göydən yağışın yağdığı kimi yağır. Elə deyir, qardaşlar, yoxsa yox. Şey versən, bunu da Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verib ki, fitnələrin evlərimizə axdığını görürəm. Yağdığını görürəm. Elməlidir ki, doğrusunu Allah bilir, indiki vaxt odur. Heç kim sosial şəbəkələrin fitnəsindən xilas ola bilmir. Elə bir ev yoxdur ki, ora daxil olmasın. Çox çətindir, qardaşlar, vallahi. Allah hamımızı qorusun. Allah Teala hamımızın dinini, iffətini qorusun. Allah hamımızın gizlini, aşkarını qorusun. Sonra şeyh burada buyurur ki, elə dövrdə yaşayırıq ki, insanlar üçün bütün şübhələr və şəhvətlər qapısı açıqdır. Xüsusən də əlimizdə olan cihazlar səbəbi ilə qeyd edir burada. Qeyd edir ki, verilişlər, proqramlar, əlhəmdə bizdə bəzilən bağladılar, Allah həmd olsun. Hansı ki, qardaşlar, insanların ədəbini, əxlaqını, ailə tərbiyələrini pozur. İnsanların dinini korluyur. Asan dini, rəhmət dinini, asanlıq dinini, sülh dinini, gözəllik dinini elə göstərirlər ki, insanlara. Sanki sən sıxırsan, çətinləşdirirsən, insanların haqlarını əlindən alırsan, qadınları hicab taxması ilə onların azadlıqdan məhrum edirsən və s. Hansı ki, elə olanda azad olur, qadın. Allah hamımızı qorusun, Allah da nəfsimizi islah etsin. Deməli, burada sonda müəllif nə dedi, qardaşlar? Qul, onun nəfsini sikləndirən bütün qapıları, pəncərələri, yolları bağlamalıdır. Əsas da toxundu nəyə? O murdar çirkin əmələ, zinaya. Həmçinin digər haramlara. Allah hamımızı qorusun. Bütün xeyirlər Allahdandır. Xətaların hamısı bizim nəfsimizdən və şeytandan. Vəlhamdülillahi Rabbil ələmin.